müəyyənlik artiklı the artiklı haqqında danışacağıq. Definite article the. The artiklı həm sayılan, həm sayılmayan, həm tək, həm cəm isimlərin qarşısında işlənir və həmin mənasını bildirir. Yəni danışan isim haqqında artıq məlumatımız var. Biz bilirik hansı isimlə söhbət gedir. Müəyyən olduğu üçün onun qarşısına the artiklı işlədəcəyik. Məsələn, işlənmə yerlərinə baxaq. Sıra saylarının qarşısında işlənir. The first, the second və s. Sifətin üstünlük dərəcəsində işlənir. The largest room, the most interesting book. Burada the artiklından sonra sifət gəlib və o üstünlük dərəcəsindədir. Birincidə est, ikincidə isə most əlavə olunub. Bu ikisi də üstünlük dərəcəsinin göstəricisidir. Ona görə the artiklı işlənibdir. Daha sonra okean, su hövzələrindən. Okean, dəniz, çay, kanal adlarının qarşısında the artiklı işlənəcək. Məsələn, the Pacific Ocean, the Caspian Sea, the Kur, the Nil və s. Ancaq burada göl adını xüsusi qeyd etmək istəyirəm. Göl adlarında əgər göl sözü yoxdursa, the artiklı işlənəcək. The Baykal və ya da ki, Lake Baykal olacaq. Yəni, ikisindən biri işlənir. Ya the artiklı, ya da lake sözü işlənəcək göl adlarının qarşısında. Sonra ölkələrin rəsmi adları. Əgər rəsmi addısa, yəni burada ölkənin adından sonra Republic, States, Kingdom, Federation tipli sözlər varsa, o zaman the artiklı işlənəcək. The United Kingdom, the UK qısa forması. The USA, the United States of America. The UAE, the United Arab Emirates. Bunların hamısının qarşısında the artiklı işlənəcək. Çünki rəsmi adlardır. Ancaq qeyri-rəsmi olsa, yəni məsəl üçün Azərbaycan və ya Amerika, əgər yanında rəsmi bir Republic sözü, bu tipli sözlər yoxdursa, o zaman the artiklı işlənməyəcək. Amma dediyim kimi rəsmidirsə, o zaman the artiklı işlənəcək. Burada the artiklından işlənən ölkə adları var, hansı ki, onlar istisna təşkil edirlər. Yəni, onların yanında sonluğunda Federation, Republic tipli sözlər yoxdur. Ancaq buna baxmayaraq onlar the artiklı ilə işlənir. Onlar istisna sözlərdir bu sözlər. Daha sonra növbəti adalar. Adalar əgər qrup şəklindədirsə, eyni ilə dağlar kimi, yəni dağlar sıra dağları şəklində idisə, burada da adalar qrup şəklindədirsə, orada the artiklı işlənəcək. Ancaq, məsələn, the Seychelles Isles, Seychelles adaları, burada the artiklı var, çünki qrup şəklindədirlər. Ancaq bir dənə tək adadan danışsaq, məsələn, Madagaskar, burada olmayacaq, çünki bir adadır, qrup deyil. Daha sonra sıra dağları, bayaq dediyim kimi, sıra dağlarda sıradırsa, silsilə təşkil eləyirsə, o zaman artikl var. The Alps, the Caucasus və s. Yəni, bunlar bir dağ deyil. Ancaq bir dənə zirvə olsa, tək dağ olsa, Bazar düzü, Everest, bunlar bir dənə dağdır, zirvədir, ona görə artiklsızdır. Demək, adalarla sıra dağları əgər toplu şəkildədirsə, və bunu hardan bilərik toplu şəkildədir? Sonunda s, cəmlənmə olur. Toplu şəkildədirsə, qabağında artikl var. Yox, tək bir dənədirsə, onda artiklsız tək adı deyiləcək. Sonra vahidlik bildirənlər, yəni nədənsə təkdirsə, yəni ondan ikincisi yoxdur. Məsələn, yer kürəsi, yer planeti, səma, bunlardan bir dənədir. Ona görə də onlar artikldan olacaq. The moon, the sun, the earth, the world, the sky, bunların hamısı bir dənədir və the artiklı ilə işlənəcək. Daha sonra planet adları. Tək-tək sayırıqsa, yəni planetləri, Mars, Venera və s. onlar artiklsızdır. Ancaq yanında onların planet sözünü işlətsək, the planet Mars bu şəkildə olacaq. Yəni planet sözü varsa, the artiklı işlənəcək. Daha sonra familiyalara keçək. Əgər həmin soyadların sonunda s varsa, demək ki, bu bir ailəni, nəsli bildirir və ona görə də onun qarşısında the artiklı verəcəyik. Eyni ilə bayaqki adalarda və dağ silsilələrində kimi topluluq bildirirsə, bunu da hardan bilirik? Sonunda s cəm şəkilçisi olur. Demək, bildirirsə topluluğu, demək qarşısında the artiklı olacaq. The Mamedovs. Nə deməkdir? Məmmədovlar ailəsi. The Aliyevs, Aliyevlər ailəsi.
Ancaq tək birindən danışsaq, məsələn, bir Əliyevdən, məsələn, Mr. Əliyev və ya Miss Əliyev olacaq. Yəni qarşısında the article olmur və sonunda s cəm şəkilçisi də olmayacaq. Substantivləşmiş isimlərin qarşısında da the article işlənəcək. The rich, the poor, yəni bunlar varlılar, kasıblar. Ayrılıqda sual versək, necə varlı? Ancaq artıq varlılar kimlər? Substantivləşib və ona görə də qarşısında article olacaq. Dillər. Dillər də əgər sonluğunda language sözü işlənibsə, onda qarşısında the article da işlənəcək. The English language, ingilis dili. Ancaq language sözü işlənməyibsə, tək English deyiriksə, onda the article-ını da işlətmirik və ikisi də dil mənasını bildirir. Yəni biz ingilis dili sözünü the English language və ya English şəklində deyə bilərik. Tək English desək və ya Azərbaycanian desək, bu dili nəzərdə tutmuş olacaq. Yəni bu dil deməkdir. Ancaq yox, qarşısında the English və ya the Azərbaycanian desək, burada artıq biz milləti nəzərdə tuturuq. İngilislər, Azərbaycanlılar artıq burada millət mənasını bildirir. Və sual versəz ki, bəs an English nə deməkdir? An Englishman artıq burada bir ingilisdən danışırıq. Bir ingilis adamdan danışacağıq. Və ya a Japanese, the Japanese. A Japanese burada bir Yaponlu, the Japanese Yaponlular deməkdir. Yəni artıq burada millətdən danışırıq. Amma a Japanese bir adam, bir Yapon adamdan danışırıq. Daha sonra burada da the ilə işlənən frazalarımız var ki, hansı ki bunu da əzbər bilməliyik ki, bunlar the ilə işlənən frazalardır. The same, the middle, on the left, on the right, the end, the center, the army, the police, the only, the following, the whole, the top, the bottom, the main. Bunların hamısı the article ilə işlənəcək. Sonra by sözü. By sözü. Məsələn, biri var by car, bir də var by the car. By car maşınla deməkdir. By train qatarla deməkdir. İlə mənasını bildirir. Yox, əgər burada the article-ını işlədəcəksə, by the car, by the train, artıq maşının yanında, qatarın yanında mənasını bildirəcək. Yanında, the article-ını da orada işlətsək, by sözündən sonra the article-ını işlətsək, burada yanında mənasını bildirəcək. Sonra play sözü. Play həm çalmaq, həm oynamaq mənasını bildirir. Play the piano, pianino çalmaq deməkdir. Amma play football, futbol oynamaq. Demək, əgər musiqi alətidirsə, the article işlədəcəyik. Play the. Ancaq oyundursa, orada the article olmayacaq. Daha sonra qütblər, cəhətlərdə necədir? Demək, of sözünü cəhətdə görsək, qarşısına the article artıracağıq, işlədəcəyik. The north of France, Fransanın şimalı. Çünki of var və hansısa bir ərazinin, burada məsələn ölkənin şimalından, cənubundan, şərqindən, qərbindən danışırıq. Yəni, həmin ölkənin daxilindəki cəhətlərdən danışırıq. O zaman the article var. Həm də orada of olur. Yəni, ofu görsək, the article işlədəcəyik. Ancaq ümumi danışsaq, şimal, cənub, şərq, qərb istiqamətləri sayırıqsa, artiklesız işlənəcək. Və eyni zamanda ölkənin daxilindən danışmırıqsa, ümumi ölkənin, məsələn, Şimali Azərbaycan, Cənubi Azərbaycan, Şimali Amerika, Cənubi Amerika bu şəkildə deyiriksə, yəni Azərbaycanın şimalı, cənubu yox. Ümumiyyətlə Şimali Azərbaycan, Cənubi Azərbaycan, o zaman North Azərbaycan, South Azərbaycan olacaq. Həm də eyni zamanda burada of da olmayacaq. Demək, biz ofu gördüksə qarşısına the işlədəcəyik. Of yoxdursa the də olmayacaq. Bu ümumiyyətlə ölkənin daxilindən danışmırıq. Ümumi ölkədən danışırıq. Nəzərdə tutulacaq. Sonra last və next sözləri. Last və next sözlərindən sonra zaman bildirən söz gəlirsə, o zaman article olmayacaq. Məsələn, last year, keçən il. Last month, keçən ay. Ancaq, məsələn, the last book, sonuncu kitab. The next room, növbəti otaq, o biri otaq. Yəni, artıq burada the article işlənib. Niyə işlənib? Çünki last və next sözündən sonra zaman bildirən söz, yəni zərf gəlməyib, isim gəlib. Baxın, fikir verin. Book sözü, room sözü, ikisi də isimdir. O zaman the article işlədirik. Demək, last, next-dən sonra isim gələndə isə